Salam, xoş gördük, hörmətli müəllimlər. Bilirsiniz ki, qarşıdan müəllimlərin sertifikasiya imtahanı gəlir və fizika fənnindən dərs deyən müəllimləri də bilirik ki, qarşıda sertifikasiya imtahanı gözləyir. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutu webinarlar keçirdir və bugün fizika fənnindən bizim ikinci webinarımızdır. Webinarın məqsədi imtahana gedəcək müəllimlər üçün deməli, nümunə sualların həlli ilə müəllimləri tanış eləməkdir. Ümid edirəm ki, bugünkü webinarımızın müəllimlər üçün müəyyən bir köməyi olacaq. Bugün biz sizinlə fizikada bölmələr arasında genetik əlaqə, belə bir mövzuda suallara baxacağıq. Yəni, bilirsiniz ki, bu bölmədə biz fizikanın bütün bölmələri arasında, mövzular arasında, eləcə də kəmiyyətlər arasında əlaqə yaradırıq. Ona görə sizinlə bugün bir neçə sualın həllini, izahını birlikdə verəcəyik. Keçək birinci sualımıza. İlk olaraq belə bir sual təqdim olunur sizə. B cismi müəyyən 45 metr hündürlükdən sərbəst düşür. Bir saniyədən sonra cisimlə müstəvi güzgü arasındakı, cisimlə cismin müstəvi güzgüdəki xəyalı arasındakı məsafəni hesablamaq tələb olunur. Bilirik ki, sərbəst düşən cismin yer dəyişməsi rt kvadrat böl Deməli, bilirik ki, sərbəst düşən cismin düşmə hündürlüyü rt kvadrat böl 2 düsturu ilə hesablanır və bir saniyədən sonra cisim dayandığı nöqtədən 5 metr aşağıya doğru hərəkət eləyəcək. Cisim 45 metr hündürlükdə olduğuna görə, o zaman bunun yerdən olan hündürlüyü 45 çıxaq 5, 40 metr hündürlükdə olacaq. Və biz bilirik ki, müstəvi güzgüdə cismin xəyalı, məfhumi, düzünə, özü boyda və güzgüyə nəzərən simmetrik alınır. Onda əgər deməli cisim güzgüdən 40 metr məsafədədirsə, xəyal da cisimdən 40 metr məsafədə olacaq və beləliklə cisimlə xəyal arasındakı məsafə 80 metrə bərabər olacaqdır. Beləliklə cavabımız C bəndi alınacaqdır. Növbəti bir sualda deməli 5 cismin hərəkət tənliyi verilibdir. Və bizdən soruşur ki, hansı cismin impulsunun modulu ən kiçikdir? Baxırıq ki, verilən hərəkətlərin 5-i də düz xətli, bərabər sürətli hərəkətin tənlikləridir. Cismin impulsunun modulu isə P bərabərdir, MV düsturu ilə müəyyən olunur. Onda kütləsi, əgər verilmiş cisimlərin kütlələri bərabərdirsə, bu zaman deməli sürəti böyük olan cismin, sürəti kiçik olan cismin impulsu kiçik olacaq. Ona görə biz baxırıq verilmiş variantlar içərisində ən kiçik sürət B bəndində 2 metr böl saniyədir. Ona görə deməli cavabımız olacaqdır B bəndi. Növbəti bir məsələ, deməli kütləsi 50 qram və aktiv uzunluğu 50 sm olan naqil 1 Tesla induksiyalı bir cism maqnit sahəsində üfüqi vəziyyətdə yerləşir. Naqil maqnit sahəsinin induksiya xətlərinə perpendikulyardır. Naqildən axan cəryan şiddəti nə qədər olmalıdır ki, amper qüvvəsi ilə ağırlıq qüvvəsi bir-birini tarazlaşdırsın. Burada da biz bilirik ki, istənilən kütləli cismə yer tərəfindən təsir edən qüvvə mg ağırlıq qüvvəsidir və həmin naqil maqnit sahəsində yerləşdirilibsə, ona maqnit sahəsi tərəfindən təsir edən qüvvə İBL sinus alfa amper qüvvəsidir. Naqil maqnit sahəsinə perpendikulyar yerləşdiyinə görə bizdə sinus alfa ən böyük qiymətini alacaq, 1-ə bərabər olacaq və naqil sahədə tarazlıqdadırsa, tarazlıqda olan cismə təsir edən əvəzləyici qüvvə 0-dır. Bu zaman amper qüvvəsi ağırlıq qüvvəsinə bərabər olacaq. İBL bərabərdir mg şərtindən biz cəryan şiddətini tapsaq və verilənləri yerinə yazıb cəryan şiddətinin 1 amperə bərabər olduğunu görəcəyik. Beləliklə cavabımız 1 amper və doğru cavab C bəndi olacaqdır.
Başqa bir sualda, deməli, şəkildə görürük ki, bizə link verilibdir. Linkin qollarından eyni kütləli cisimlər asılıbdır. Amma birinci cisim maye daxilindədir, ikinci cisim isə havadadır. Çəksiz linkdən asılmış eyni kütləli kürələr tarazlıqdadır. Mayenin sıxlığı 1000 kiloqram böl kub metrdir. Mayeye batırılmış birinci kürənin sıxlığını hesablayın. Bölgülər arası məsafə bərabərdir. Deməli, şəklə diqqət eləsək, görürük ki, mayeye batırılmış cismə, deməli, və havada olan cisim, əvvəlcə biz linkin tarazlıq şərtini tətbiq eləsək, tarazlıq şərtinə görə F1 L1 F2 L2-yə bərabər olmalıdır. Və burada bizdə F1 maye daxilində olan cismə təsir edən qüvvəni götürsək, momentlər qaydasına görə momentlər bərabərdir və deməli, birinci mayedə olan cismə təsir edən qüvvə maye daxilində cismə aşağıya doğru mc ağırlıq qüvvəsi çəkir və maye yuxarıya doğru isə Arximed qüvvəsi yönəlir. Ona görə bizdə birinci qüvvəmiz mc minus F Arximed və biz Arximed qüvvəsini Romaye və cisim J kimi yazıb mc-ni mötərizə xaricinə çıxarsaq, bu zaman F1 qüvvəsinin mc 1 minus Romaye böl rho cismə bərabər olduğunu görürük. F2 qüvvəsi isə mc-yə bərabərdir və bu düsturları, deməli, linkin tarazlıq şərtində yerinə yazsaq, alırıq ki, deməli, mc 1 minus Romaye böl rho cisim və F1 qüvvəsinin qolu 4 bölgü olduğuna görə 4-ə vururuq. mc-nin qolu 2 bölgü olduğuna görə 2-yə vururuq və bu bərabərlikdən biz, deməli, cismin sıxlığı üçün həlli ardıcıllıqla getsək, cismin sıxlığı üçün cismin sıxlığının mayenin sıxlığından 2 dəfə böyük olduğunu görürük və beləliklə cavabımız 2000 alınır və cavab 2000 kiloqram böl metr kub A variantı qeyd olunacaqdır. Daha bir belə seçim məsələsi verilir. Bir cins elektrik sahəsində qüvvə xətlərinin əksi istiqamətdə hərəkət edən elektronun kinetik enerjisi artır, azalır, potensial enerjisi artır, azalır və impulsunun modulu artır, azalır verir. Deməli, qüvvə xətlərinin əksi istiqamətində hərəkət edən elektrondur. Biz bilirik ki, elektron bir cins elektrik sahəsində hərəkət edən zaman elektrik sahəsində elektrona təsir edən qüvvə elektrik sahə intensivliyinin əksinə yönəlmişdir. Yəni, qüvvə xətlərinin əksinə yönəlmişdir. Və şərtə görə elektron da sahənin əksinə hərəkət eləyir. Və mexanikadan bilirik ki, əgər qüvvə və yerdəyişmə, qüvvə və sürət eyni istiqamətdə yönələrsə, bu zaman hərəkət bərabər yeyinləşən hərəkət olur. Yəni, şəkildə verilənlərə görə görürük ki, qüvvə və sürət eyni istiqamətdədir. Bu zaman elektronun hərəkət sürəti zaman keçdikcə artacaq. Əgər sürəti artırsa, zərrəciyin impulsu, eləcə də kinetik enerjisi artacaqdır. Amma bilirik ki, deməli, elektronun, cismin, eləcə də zərrəciklərdən söhbət gedərsə zərrəciyin kinetik enerjisinin dəyişməsi əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Ona görə, əgər elektronun hərəkəti bərabər yeyinləşən hərəkətdirsə, bu zaman elektronun kinetik enerjisi artıbdırsa, kinetik enerjinin əks işarə ilə dəyişməsi potensial enerjiyə bərabər olduğuna görə zərrəciyin potensial enerjisi azalacaq. Ona görə seçimlərə baxsaq, biz doğru cavab kinetik enerji artar 1, potensial enerji azalar 4 və sürət artdığına görə impulsun modulu artar 5-ci bəndləri doğru cavab kimi götürəcəyik. Beləliklə cavabımız olacaqdır B bəndi. Daha bir əlaqə, deməli, verilibdir 3 müxtəlif həcmli cisimlər. Birinci cismin həcmi V, ikinci və üçüncü cismin həcmi isə 2V-yə bərabərdir. Və cisimlər eyni yaylardan asılıblar, yəni yayların sərtlikləri eynidir. Şərtə diqqət eləsək, eyni yaylardan həcmləri V, 2V və üçüncü də 2V olan
bərabər kütləli 3 kürə asılıbdır. Kürələr suya tam batdıqda yayların mütləq uzanmaları arasında hansı münasibət doğru olacaq? Şərtə görə hər 3 cismin kütləsi eynidir. Həcmləri isə ikinci və üçüncü kürənin həcmləri eynidir. Birinci kürənin həcmi isə onlardan 2 dəfə kiçikdir. Biz bilirik ki, yayda yaranan elastiklik qüvvəmiz Kx düsturu ilə müəyyən olunur. Mayedə cismi aşağıya doğru mg ağırlıq qüvvəsi, yuxarıya doğru isə Arximed qüvvəsi, itələyici qüvvə təsir edir. Və yayların uzanmaları arasında münasibəti tapmaq üçün kürələr yaydan asıldığına görə bu zaman yaylarda mg elastiklik qüvvə, Kx elastiklik qüvvəsi ağırlıq qüvvəsi ilə Arximed qüvvəsinin fərqinə bərabər olacaqdır. Və bu şərtdən biz şərtə görə birinci kürənin həcmi digərlərindən kiçikdir. İkinci və üçüncü kürə bərabərdir həcmləri. Onda belə çıxır ki, birinciyə təsir edən Arximed qüvvəsi ikinciyə təsir edən Arximed qüvvəsindən kiçik olacaq. İkinci və üçüncü kürənin həcmləri bərabər olduğuna görə Arximed qüvvələri bərabər olacaq. Kütlələr isə hər üçü bərabərdir. Onda biz bu şərtdən alacağıq ki, deməli, birinci yayın uzanması ikinci yayın uzanmasından böyükdür. İkinci isə üçüncüyə bərabər olacaq. Çünki biz tarazlıq şərtini yuxarıda vermişdik ki, Kx bərabərdir mg minus f Arximed. Arximed qüvvəsi Romaye və cisim J-yə bərabər olduğuna görə eyni qüvvədən, yəni mg-lər bərabərdir. Kiçiyi çıxanda böyük ifadə alacağıq, yer dəyişmə alacağıq. Ona görə x1 x2-dən böyükdür, x2 isə x3-ə bərabər olacaqdır. Beləliklə, doğru cavabımız D bəndi olacaq. Növbəti bir məsələdə xüsusi istilik tutumu S bərabər 460 joule bölü kiloqram Kelvin olan dəmir kürə sərbəst düşür və yerə dəyərək 0,3 Kelvin qızır. Yerə zərbə zamanı kürənin mexaniki enerjisinin 60%-nin onun daxili enerjisinə çevrildiyini bilərək cismin hansı hündürlükdən düşdüyünü hesablayın. Deməli, biz burada mexaniki enerjinin istilik enerjisinə çevrildiyini görürük. Amma mexaniki enerjinin hamısı deyil, 60%-i istilik enerjisinə çevrilir. Cisim müəyyən hündürlükdən sərbəst düşəndə, sərbəst düşən cismin tam mexaniki enerjisi mgh düsturu ilə müəyyən olunur. Yəni, potensial enerjinin maksimum qiyməti tam enerjiyə bərabərdir. Cismin daxili enerjisinin dəyişməsi isə bilirik ki, Cm delta T düsturu ilə müəyyən olunur. Deməli, tam mexaniki enerjinin 60%, yəni %60 hissəsi daxili enerjiyə çevrilir. Ona görə mgh-ın 60%-ni Cm delta T-yə bərabər eləsək və buradan biz h hündürlüyünün qiymətini yuxarıdakı bərabərlikdən tapsaq, hündürlük üçün 23 metr məsafə alacağıq. Deməli, cismimiz 23 metr hündürlükdən düşür və mexaniki enerjinin 60%-i daxili enerjiyə çevrilir. Doğru cavabımız A bəndi götürüləcəkdir. Növbəti bir məsələmizdə başlanğıc sürəti 6 metr böl saniyə olan cisim intensivliyi 2,5 kilovolt böl metr olan bir cins elektrik sahəsinə qüvvə xətlərinin əksi istiqamətində daxil olur. Daxil olan protondur, üzr istəyirəm. Deməli, 10⁻6 metr böl saniyə başlanğıc sürətlə intensivliyi 2,5 olan bir cins elektrik sahəsinin qüvvə xətlərinin əksi istiqamətdə daxil olan proton. Proton dayanana kimi getdiyi yolu hesablamalıyıq. Bilirik ki, proton müsbət yüklü zərrəcikdir və əgər proton, yəni müsbət yüklü zərrəcik, elektrik sahəsində qüvvə xətlərinin əksi istiqamətində daxil olubsa, protona təsir edən qüvvə elektrik sahəsində sahə istiqamətindədir. Deməli, qüvvə yerdəyişmənin əksinə yönəldiyinə görə protonun hərəkəti bərabər yavaşlayan hərəkət olacaq və yavaşlayan hərəkətdirsə elektrik sahəsində
yükə əks istiqamətdə qüvvə təsir etdiyinə görə müəyyən müddətdən sonra bu zərrəciyin sürəti sıfıra qədər azalacaq. Və kinetik enerji haqqında teoremə görə bilirik ki, bu qüvvənin işi ədədi qiymətcə kinetik enerjinin dəyişməsinə bərabər olacaq. Yəni, elektrik sahəsində yükə təsir edən qüvvə QY-S-dir. Mexanikada isə mexaniki hərəkət edən zərrəciyin kinetik enerjisi mv kvadrat bölü 2-dir. Onda deməli, elektrik sahəsinin gördüyü iş ədədi qiymətcə kinetik enerjinin dəyişməsinə bərabər olacaq və bu bərabərlikdən biz zərrəciyin yer dəyişməsini təyin edə bilərik. mv0 kvadrat bölünsək 2QY-yə və verilən rəqəmləri yerinə qoysaq, kəmiyyətlərin qiymətini, zərrəciyin deməli dayanana qədər getdiyi yolun 2 metr olduğunu alacağıq. Cavabımız C bəndi 2 metr. Növbəti bir məsələmiz. İnduktivliyi 0,4 Henry induktivlikli sarğac müqaviməti 0,1 ohm olan rezistorla ardıcıl qoşulmuşdur. Hansı müddət ərzində rezistorda ayrılan istilik miqdarı sarğacın maqnit sahəsinin enerjisinə bərabər olacaqdır? Şərtə görə sarğac və rezistor ardıcıl qoşulubdur. Biz bilirik ki, ardıcıl qoşulmada deməli cəryan şiddətləri eynidir. Sarğac və rezistorda ardıcıl qoşulduğuna görə onlardan axan cəryan şiddətləri bərabər olacaqdır. Və sarğacın maqnit sahəsinin enerjisi L kvadrat bölü 2 düsturu ilə təyin olunur. Elektrik sahəsində elektrik dövrələrində naqildə ayrılan istilik miqdarı I kvadrat RT düsturu ilə müəyyən olunur. Şərtə görə maqnit sahəsinin enerjisi rezistorda ayrılan istilik miqdarına bərabərdir. Onda biz enerjini istilik miqdarına bərabər eləsək və verilən ifadələrdə cəryan şiddətləri eyni olduğuna görə I kvadratları ixtisar eləyib, deməli, T üçün qiymətimizin L bölək 2R və hesablama aparsaq zamanın 2 saniyə olduğunu ala biləcəyik. Deməli, 2 saniyədən sonra rezistorda ayrılan istilik miqdarı sarğacın maqnit sahəsinin enerjisinə bərabər olacaq. Beləliklə, cavabımız A bəndidir. Başqa bir məsələdə mühərrik 1 saatda 3,6 kiloqram benzin sərf edirsə, 23 metr bölü saniyə sürətlə, düz xətli bərabər sürətlə hərəkət edən avtobusun dartı qüvvəsini hesablayın. Və mühərrikin faydalı iş əmsalı 40%-dir. Benzinin xüsusi yanma istiliyi isə 46 vuraq 10^6 joule bölək kiloqrama bərabərdir. Diqqət eləsək, görürük ki, mühərrik 1 saat işləyən zaman 3,6 kiloqram benzin sərf edir. Benzin yandıqda bilirik ki, QM qədər istilik miqdarı ayrılır. Avtomobilin mühərriki benzinin yanmasından alınan bu enerjinin 40%-ni mexaniki enerjiyə çevirir. Faydalı iş əmsalımızı 40% verir. Enerjinin qalan hissəsi isə mühərrikin periodik işləməsi üçün soyuducuya verilir. Avtomobil mühərrikinin gücü N bərabərdir, FV düsturu ilə təyin olunur. Mühərrikin faydalı gücü isə A faydalı bölək T kimi müəyyən olunur. Buradan biz istilik mühərriklərində faydalı işimiz eta vuraq Q-yə bərabərdir. Faydalı işin eta vur Q olduğunu qəbul eləsək və deməli, mexanikada isə biz gücün FV-yə bərabər olduğunu qəbul eləsək, onda eta vur Q bölək T bərabərdir FV ifadəsindən biz mühərrikin dartı qüvvəsi üçün eta Q bölək VT ifadəsini alacağıq. Q də benzinin yanmasından ayrılan istilik miqdarı olduğuna görə biz istilik miqdarını QM ifadəsi ilə əvəz eləsək və verilənləri şərtdə, məsələnin şərtində nəzərə alsaq, bu zaman mühərrikin dartı qüvvəsinin 800 Newtona bərabər olduğunu alacağıq. Beləliklə, cavabımız Y bəndi olacaqdır 800 Newton.
Başqa bir məsələmizdə elektron bir cins maqnit sahəsinin induksiya xətləri istiqamətində sahəyə daxil olur. Elektronun kinetik enerjisinin zamandan asıllıq qrafiki hansıdır? Əgər biz elektronun bir cins maqnit sahəsində hərəkətinə baxsaq, sahə bir cins sahədir, elektron maqnit sahəsinə induksiya xətləri istiqamətində daxil olur. Biz bilirik ki, yüklü zərrəciyə maqnit sahəsində təsir edən qüvvə Lorentz qüvvəsi QVB sinus alfa düsturu ilə müəyyən olunur. Elektron sahəyə paralel daxil olubdursa, qüvvə xətlər istiqamətində daxil olubdursa, bu zaman sinus alfamızın sinus 0 dərəcədə bilirik ki, 0-a bərabərdir. Ona görə elektrona təsir edən qüvvə 0-a bərabər olduğuna görə elektron bu sahədə düzxətli, bərabər, sürətli hərəkət edəcəkdir. Əgər zərrəciyin sürəti düzxətli, bərabər, sürətlidirsə, yəni sürət zamandan asılı deyilsə, bu zaman impulsda, eləcə də kinetik enerji də zamandan asılı olmayacaq. Ona görə cavabımız A bənd olacaqdır. Burada qeyd eləmək istərdim ki, əgər elektron yox, bizə proton da desə, proton da sahə istiqamətində, eləcə də sahənin əksinə daxil olsa, bu zaman ona təsir edən qüvvə də, Lorentz qüvvəsi də 0-a bərabər olacaq və zərrəcik sahədə düzxətli, bərabər, sürətli hərəkət eləyəcək. Yəni, istər mənfi yük olsun, istər müsbət yük olsun, bir cins maqnit sahəsinə paralel daxil olursa, bu zaman zərrəcik düzxətli, bərabər, sürətli hərəkət eləyəcək və kinetik enerjisi sabit olacaq. Başqa bir maraqlı məsələmiz, yer səthindən şaquli yuxarı atılmış 2 kiloqram kütləli cisim 3-cü saniyənin sonunda yer səthindən 75 metr hündürlükdə olubdur. Atılma anında cismin başlanğıc impulsunu hesablayın. Hərəkət şaquli yuxarı atılmış hərəkətdir. Şaquli yuxarı atılan cisim bilirik ki, Y oxunun istiqamətində bərabər yavaşayan hərəkət eləyəcəkdir. Və bu zaman zərrəciyin yer dəyişməsi V0T minus JT kvadrat böl 2 düsturu ilə təyin olunur. Bizə yuxarı atılmış cismin 3-cü saniyədən sonra 75 metr hündürlükdə olduğu verilir, amma hansı sürətlə atıldığı verilməyib. Deməli, biz yer dəyişmənin düsturundan cismin yer səthindən hansı sürətlə atıldığını tapırıq. H bərabər V0T minus JT kvadrat böl 2. Buradan biz V0-ı təyin eləsək, H verilib 75 metr, JT kvadratımız 45 alacağıq və bölsək, deməli, zamana, bu zaman cismin yerdən atıldığı sürətin, yəni başlanğıc sürətinin 40 metr böl saniyə olduğunu alırıq. Və bilirik ki, cismin impulsu MV düsturu ilə müəyyən olunur. Bizdən başlanğıc impulsu istədiyinə görə biz kütləni başlanğıc sürətə vursaq, cismin yer səthindən atıldığı impulsu təyin eləyib, atıldığı andakı impulsu 8 kiloqram metr böl saniyə olduğunu təyin eləyə bilərik. Cavabımız Y bəndi 8 kiloqram metr böl saniyə. Başqa bir sualda, deməli, M kütləli yük, kütləsi M, yükü Q olan cisim, Q0 yükünün elektrik sahəsində tarazlıqdadır. Yüklər arasındakı R məsafəsi hansı ifadə ilə təyin olunur? Deməli, görürük ki, Q0 yükü ipdən asılmışdır, bağlı vəziyyətdədir və Q0 yükünün yaratdığı sahəyə başqa bir Q yükü gətirilibdir və bizə deyir ki, yük tarazlıqdadır. Məsafə nə qədər olmalıdır ki, yük tarazlıqda qalsın. Yükə təsir edən qüvvələri təsvir eləsək, Q yükünün şaquli aşağıya doğru MJ ağırlıq qüvvəsi, yuxarıya doğru isə Q0 yükü tərəfindən Q0 və Q yükü arasında Kulon qüvvəsi təsir eləyir. Onda, əgər bu yük tarazlıqdadırsa, onda ağırlıq qüvvəsi ilə Kulon qüvvəsi bir-birinə bərabər olacaqdır. Yəni, qüvvələr qiymətcə bərabər, istiqamətcə əks olmalıdır ki, yük tarazlıqda qala bilsin. Kulon qüvvəsinin ağırlıq qüvvəsinə bərabər olduğu şərtdə biz zərrəciklər arasındakı məsafənin kök altda K, Q0, Q bölək MC olduğunu
alacağıq. Beləliklə, doğru cavabımız C bəndi alınacaqdır. Başqa bir məsələdə dartı qüvvəsi 2 kN olan elektromobil 72 km/saat sabit sürətlə hərəkət edir. Elektromobilin mühərrikindəki gərginliyin 100 volt olduğunu bilərək ondan keçən cəryan şiddətini hesablayın. Enerji itkisi nəzərə alınır. Deməli, bizə mühərrikin dartı qüvvəsini verib 2 kN. Bilirik ki, mühərrikin gücü F düsturu ilə müəyyən olunur. Digər tərəfdən, əgər söhbət elektromobildən gedirsə və onun mühərrikindəki gərginlik 100 voltdursa, elektrik sahəsində cəryanın gücü bilirik ki, IU düsturu ilə müəyyən olunur və biz FV-nin IU-ya bərabər olduğunu nəzərə alsaq, buradan cəryan şiddətinin FV böl U deməli 40 amperə bərabər olduğunu görəcəyik. 72 km/saatı metr böl saniyə çevirirsək 20 metr böl saniyə alacağıq. Ona görə 2000-i 2 kN-umuz 2000 Newton vursaq sürətin çevrilmiş qiyməti 20 və 1000 volta bölsək deməli cəryan şiddətinin 40 amperə bərabər olduğunu görürük. Doğru cavabımız D bəndi 40 amperdir. Başqa bir deməli münasibət bizdən istəyir mexaniki dalğa və elektromaqnit dalğası arasında əlaqə yaradacağıq Euler diaqramı vasitəsilə. Mexaniki dalğa və elektromaqnit dalğası üçün oxşar və fərqli ifadələri Euler diaqramında qeyd edilir. Bilirik ki, mexaniki dalğalar elastik mühitdə yayılan dalğalardır. Həm eninə, həm uzununa ola bilir. Elektromaqnit dalğaları vakuumda yayılır. Mexaniki dalğaların yayılması üçün hökmən elastik mühit olmalıdır. Elektromaqnit dalğalarının mühitdə yayılma sürəti işığın vakuumda yayılma sürətinə bərabərdir. Ona görə biz əlaqələrə, verilmiş bəndlərə fikir versək, yalnız eninə ola bilir. Elektromaqnit dalğalarında elektrik sahəsinin intensivlik vektoru maqnit sahəsinin induksiya vektoruna perpendikulyar olmaqla dalğanın yayılmasına perpendikulyardır və eninə dalğalardır. Ona görə yalnız eninə ola bilər elektromaqnit dalğaları, həm eninə, həm uzununa ola bilir mexaniki dalğalar. Vakuumda yayılır, elektromaqnit dalğaları vakuumda yayılır, ən böyük sürətlə. Digər mühitlərdə də yayılır, vakuumdan mühitə keçəndə sürəti azalır. Deməli, vakuumda yayıla bilmir, bir mühitdən digərinə keçdikdə tezliyi dəyişmir. Deməli, bu bəndləri biz ardıcıllıqla gəlsək, yalnız eninə ola bilər elektromaqnit dalğaları, yəni bir gedəcək elektromaqnit dalğalarına, həm eninə, həm uzununa ola bilər mexaniki dalğalar, 2 mexaniki dalğalara gedəcək. Vakuumda yayılır elektromaqnit dalğaları, 3 elektromaqnit dalğalarına. Vakuumda yayıla bilmir mexaniki dalğalar, bilirik ki, yayılması üçün hökmən elastik mühit olmalıdır. Bir mühitdən digərinə keçəndə tezliyi dəyişmir, həm mexaniki, həm elektromaqnit dalğasının. Bilirik ki, istər mexaniki dalğa, istər elektromaqnit dalğaları mühitdən mühitə keçəndə tezliyi və periodu dəyişməz. Beləliklə, verilmiş uyğunluqlar D bəndinə uyğun gələcəkdir. Doğru cavabımız D bəndi. Başqa bir məsələ, yenə elektrik sahəsində protonun hərəkət istiqaməti verilib. Bir cins elektrik sahəsinə daxil olmuş müsbət yüklü zərrəciyin yer dəyişməsinin zamanla asıllıq qrafikini istəyir. Şəklə fikir versək, görürük ki, elektron bir cins elektrik sahəsinin qüvvə xəttləri istiqamətində daxil olub. Hərəkət və bir cins elektrik sahəsinə daxil olan proton müsbət yüklü zərrəcikdir. Bir cins elektrik sahəsinə daxil olan müsbət yüklü zərrəciyə təsir edən qüvvə də elektrik sahəsi intensivliyi istiqamətindədir və qüvvə ilə sürət eyni istiqamətdə yönələndə zərrəciyin hərəkəti bərabər yeyinləşən hərəkət olacaq. Baxırıq ki, X oxu intensivliyi istiqamətində verilibdir. Deməli, hərəkət sürəti artacaq və hərəkət sürəti X oxu istiqamətində olduğuna görə
zərrəciyin hərəkəti x oxu istiqamətində bərabər yeyinləşən hərəkət olacaq. Və niyə bərabər yeyinləşən hərəkət? Çünki bilirik ki, zərrəciyə elektrik sahəsində təsir edən qüvvə QY qüvvəsidir. Newtonun ikinci qanununa görə hərəkətdə olan cismə təsir edən qüvvə MA. MA-nı QY-yə bərabər eləsək, bu şərtdən biz A-nın QY bölək M olduğunu alırıq. Sahə bircins sahə olduğuna görə bütün nöqtələrdə sahənin qiyməti eynidir. Hərəkət zamanı zərrəciyin yükü və kütləsi dəyişmədiyinə görə, deməli, hərəkət təcilimiz də sabit olacaq. Deməli, fikir versək şəklə, sürət və qüvvə eyni istiqamətdədir, hərəkət sürəti artacaq. Hərəkət isə x oxu istiqamətində olduğuna görə hərəkətimiz x oxu istiqamətində bərabər yeyinləşən hərəkət olacaq. Yeyinləşən hərəkətin qrafiki bilirik ki, paraboladır və x oxu istiqamətində olduğuna görə doğru cavabı C bəndi qeyd eləyəcəyik. Başqa bir məsələmiz yenə enerji çevrilməsinə aiddir. Sink kürəcik 200 metr hündürlükdən düşür və yerin səthində 40 metr böl saniyə sürətə malik olur. Havanın müqavimət qüvvəsinə qarşı görülən işin hamısının kürəciyin qızmasına sərf olunduğunu fərz edərək, onun temperaturunun nə qədər artdığını hesablayın. Biz əvvəlki məsələlərdə də belə bir məsələyə baxdıq, amma orada mexaniki enerjinin hamısı istilik enerjisinə çevrilmişdi. Burada isə fikir versək şərtə deyir ki, havanın müqavimət qüvvəsinə qarşı görülən işin hamısı kürəciyin qızmasına sərf olunur. Kürəcik atıldığı anda bilirik ki, tam enerjimiz potensial enerjinin maksimum qiymətinə bərabərdir. Yəni, mgh maksimumdur. Əgər havanın müqavimət qüvvəsi olmasaydı, onda cismin yerə dəyan andakı enerjisi mv kvadrat böl 2-yə bərabər olacaqdı. Daha doğrusu mv maksimum kvadrat böl 2-yə. Amma əgər havanın müqavimət qüvvəsinə qarşı iş görülübdürsə, deməli, bizim cismin yerə dəyan andakı enerjisi kinetik enerji ilə istilik enerjisinin cəminə bərabər olacaqdır. Onda biz cismin atıldığı andakı mgh enerjisini yerə dəyan andakı mv kvadrat böl 2 üstə gəlsə m delta t enerjisinə bərabər eləsək və bu şərtdən, deməli, biz cismin temperaturunun nə qədər dəyişdiyini görə bilərik. Cisim eyni cisim olduğuna görə kütlələri ixtisar edirik və deməli, bu kütlələri ixtisar elədikdən sonra S delta T'nin atıldığı anda 200 metr hündürlükdən atılıb mg'miz 2000'ə bərabər olacaqdır. mv kvadrat böl 2'nin 800 joule olduğunu alırıq. Enerjilərin fərqi bizə verəcəkdir 1200 və onu da cismin xüsusi istilik miqdarına bölsək, 400'ə bölsək, cismin yerə dəyan anda temperaturunun 3 Kelvin artdığını ala bilərik. Doğru cavabımız 3 Kelvin B bəndi olacaqdır. Növbəti məsələmizdə maqnit sahəsində yerləşdirilmiş deməli cəryanlı naqildir. Çəksiz ipin gərilmə qüvvəsinin 0,2 Newton olduğunu bilərək, bir cins maqnit sahəsində yerləşən 40 qram kütləli naqilə təsir edən amper qüvvəsini hesablayın. Bilirik ki, cəryanlı naqilə maqnit sahəsində təsir edən qüvvə amper qüvvəsidir və kütləsi verildiyinə görə və nəzərə alındığına görə naqilə təsir edən ağırlıq qüvvəsi mg bilirik ki, şaqülə aşağı doğru yönəlmişdir. Sol əl qaydasını tətbiq eləsək, amper qüvvəsinin yuxarı yönəldiyini görürük və naqil tarazlıqdadır deyirsə, onda amper qüvvəsi deməli, amper qüvvəsi yuxarı yönəldiyindən ipdə yaranan gərilmə qüvvəsi ilə amper qüvvəsinin cəminin mg'yə bərabər olduğunu görəcəyik və bu şərtdən də T üstə gəl F amperi mg'yə bərabərdir. Çünki naqil tarazlıqdadır deyir. Bu zaman deməli bu şərtdən amper qüvvəsinin mg minus T və M-i 40 qram verdiyinə görə mg'miz 0,4 Newton,
Gərilmə qüvvəsinin 0,2 Newton verir və beləliklə amper qüvvəsinin də 0,2 Newtona bərabər olduğunu alacağıq. Doğru cavab C bəndidir. Növbəti bir məsələdə bizə iki rəqs konturu verilib. Deməli, rəqs konturlarında yaranan elektromaqnit rəqslərinin periodları arasındakı əlaqəni müəyyən eləyəcəyik. Baxırıq, birinci rəqs konturunda el induktivlikli sarğac və iki kondensator ardıcıl birləşir. İkinci rəqs konturumuzda isə el induktivlikli sarğac, burada da iki kondensatordur, amma kondensatorlarımız paralel birləşir. Kondensatorlar ardıcıl birləşirsə, bilirik ki, ardıcıl birləşmədə tutum S/2, paralel birləşmədə isə tutum 2S düsturu ilə müəyyən olunur. Çünki eyni tutumlu kondensatorlardır. Elektromaqnit rəqslərinin periodu 2pi kökdə LC düsturu ilə müəyyən olunur. Biz ardıcıl və paralel birləşmədə tutumları nəzərə alsaq, birinci rəqs konturunun periodu üçün 2pi kök altda L vuraq S/2 alacağıq. Çünki kondensatorlar ardıcıl birləşib. İkinci rəqs konturunun periodu üçün 2pi kök altda L vuraq 2S, tutum 2S də alırıq. Və T1 və T2-ni müqayisə eləsək, görürük ki, ikinci rəqs konturunun periodu birinci rəqs konturunun periyodundan 2 dəfə böyük olacaq. Beləliklə cavabımız C bəndi, T2 bərabər 2T1 götürəcəyik. Başqa bir məsələmiz, kütləsi 1 kiloqram olan cisim elastik yay vasitəsilə üfüqi səth boyunca 1 metr böl saniyə kvadrat təcillə hərəkətə gətirilir. Cisimlə səth arasında sürtünmə əmsalı 0,2, yayın sərtliyi 300 Newton böl metr olarsa, yayın nə qədər uzandığını hesablayın. Əvvəlcə şəkli təsvir eləyək, üfüqi səth götürürük. Üzərində 1 kiloqram kütləli cisim yerləşdirilir. Cisim yay vasitəsilə dartılır. Bilirik ki, yayda yaranan qüvvə Kx, elastiklik qüvvəsi. Amma cisim təcillə dartılır. Əgər hərəkət təcillə baş verirsə, deməli, hərəkətin əksinə səthlə cisim arasında sürtünmə qüvvəsi müəyyən yönələcək. Və biz Newtonun ikinci qanununa görə MA bərabər Kx çıxaq, daha doğrusu F elastik çıxaq F sürtünmə şərtindən elastikli qüvvəni Kx, sürtünmə qüvvəsini müəyyən ilə ifadə eləsək, Newtonun ikinci qanununa görə MA bərabər Kx çıxaq müəyyən ifadəsini alacağıq. Buradan da yayın uzanmasının MA üstəgəl müəyyən K'ya bölməklə yayın neçə santimetr uzandığını alırıq. Verilənləri nəzərə alsaq, X-in 1 santimetr olduğunu alacağıq. Doğru cavabımız 1 santimetr C bəndidir. Diqqətinizə görə təşəkkür edirik. Ümid edirik ki, bugünkü verdiyimiz tapşırıq nümunələri müəllimlərin deməli müəyyən sertifikasiya imtahanında müəllimlərimiz üçün müəyyən bir kömək olacaqdır. Diqqətinizə görə təşəkkür edirik.